Salam dostlar. Bugün futbol tarixinin ən böyük, ən dramatik ssenarisinə birlikdə baxırıq. Amma videoya başlamazdan əvvəl sizdən bir şey istəyirəm. Gözlərinizi bağlayın və təsəvvür edin. Bütün dünya dayanır. Milyonlarla insan nəfəsini dərib tək bir adama baxır. Çiyinlərində bütöv bir ölkənin yükü, ürəyində isə illərin gətirdiyi amansız bir ağrı var. Bugün sizə sadə bir futbol maçını danışmayacağım. Bugün sizə bir insanın taleyini, qaranlıq cəhənnəmdən keçib zirvəyə ucalan o daxilin son döyüşünü danışacağım. Əgər bugün bura qədər gələn yolda Messinin nələr çəkdiyini, hansı xəyanətlərlə üzləşdiyini və necə tək qaldığını tam bilmirsinizsə, deməli futbol tarixini hələ heç görməmisiniz. Çünki bu videonun hər saniyəsi sizi göz yaşlarına boğa bilər. Odur ki, arxaya söykənin, çünki birazdan eşidəcəkləriniz sadəcə bir idman hekayəsi deyil, bütöv bir ömrün intiqam ssenarisidir. İndi isə hər şeyi unudun və bu böyük drama hazır olun. Hər kəs onun meydandakı sehrinə baxır, hər kəs onun vurduğu qolları, etdiyi fəndləri alqışlayır. Amma heç kim onun bu nöqtəyə gələnə qədər keçdiyi o qaranlıq cəhənnəmi görmür. Bu, sadəcə bir futbol matçı, sadəcə bir idman yarışı deyil. Bu, bütöv bir ömrün, tarixin ən böyük dramıdır. Rosariolu balaca bir uşağın, boy hormonunun çatışmazlığı ilə mübarizə aparan, hamının zəif dediyi o cırtdanın bütün planetə qarşı son rəqsidir. İndi bütöv bir dünya nəfəsini dərdi, hər kəs televizorların qarşısına kilidləndi və tək bir nöqtəyə baxır. Lionel Messi yenidən Dünya Kubokunun yarım finalındadır. Amma bu yaşıl meydanlara gələn yol, onun üçün heç də qırmızı xallarla bəzədilməmişdi. Hər şey Argentinanın yoxsul küçələrində başladı. Hələ balaca bir uşaq ikən həkimlər onun üzünə amansız bir gerçəyi söylədilər. Onun futbol oynaya bilməyəcəyini, bədəninin inkişaf etməyəcəyini və boyunun uzanmayacağını dedilir. Bu, gənc bir xəyalpərəst üçün ölüm hökmü kimi idi. Ailəsinin onun bahalı müalicə pullarını ödəyə bilmədiyi, çarəsizlikdən boğulduğu o qaranlıq günlərdə okeanın o tayından, Barselonadan bir ümid işığı doğdu. Çirkli bir salfet kağızının üzərinə tələsik imza atılan o ilk müqavilə, əslində futbol tarixinin yenidən qızıl hərflərlə yazılması idi. O, Barselonada ağlına gələ biləcək hər şeyi qazandı. Kuboklar, qızıl toplar, qırılması qeyri-mümkün olan rekordlar. Dünyanın ən yaxşısı oldu. Amma qəribə bir lənət var idi. Öz doğma vətənində, Argentinada ona hələ də inanmırdılar. Ona hələ də şübhə ilə baxırdılar. İllərdir ona milli komandada oynaya bilmir dedilər. Sən bura aid deyilsən, sən Argentinalı deyilsən, Kataloniyalısan dedilər. Onu hər addımda əfsanəvi Maradona ilə müqayisə edib hər dəfə yerə vurdular, qəlbini qırdılar. 2014-cü ildə Braziliyadakı o məşhum finalda Qızıl Kubokun yanından keçərkən çəkdiyi o çarəsiz, o kədərli baxış yadınızdadır. O baxış əslində bütöv bir xalqın, Messiyə inanan hər bir insan ürəyini parçalamışdı. Art-arda gələn finallardakı amansız məğlubiyyətlər, penalti qaçışları onu elə bir psixoloji həddə çatdırdı ki, o artıq dözə bilmədi. Canından çox sevdiyi milli komandadan getdiyini elan etdi. O gün bütöv futbol dünyası yasa batdı. Hamı Messinin artıq bitdiyini, bu hekayənin kədərli sonla bitdiyini düşünürdü. Amma Leo təslim olmadı. Əsl çempionları fərqləndirən cəhət də məhz budur. O, yıxıldığı yerdən daha güclü ayağa qalxdı. O, illər boyu çiynində daşıdığı bütün uğursuzluqları, tənqidləri, ona atılan nifrəti və ağrıları bir kənara qoydu. O, küstüyü və xəyanətlə ittiham olunduğu vətəninə daha inamlı, daha ac, daha qətiyyətli qayıtdı. İndi isə zaman dayanıb. Qarşıda son 2 addım qalıb. Yarım final. Stadionda və ekran qarşısında gərginlik ən pik həddədir. Çünki hər kəs bilir, bu Messinin dünya səhnəsindəki son şansıdır. Bu maç ya onu futbolun tək, əvəz olunmaz və şəksiz kralı edəcək, ya da futbol tarixi öz ən böyük əfsanəsinə göz yaşları və böyük bir ürək ağrısı ilə vida edəcək. Sizcə, Messi bu ağır gərginliyə dözə biləcək? Bu böyük təzyiqin altından qalxa biləcək? Tarixin ən böyük ssenarisi necə bitəcək? Fikirlərinizi mütləq şərhlərdə yazın, hamısını oxuyacağım.